Salam, hər kəs dostlar. Bu günləri maarifləndirici bir video çəkəcək. Ümumən bəzən suallar olur ki, Binance birjasına necə USDT yatıraq və Binance birjasından necə USDT-ni başqa birjaya ya da hansısa bir cüzdana çəkək. Söhbət burada USDT-ni yatırıb çəkməkdən gedir, yəni PHP söhbətindən getmir. Ona görə də videodan yəni gözləntiniz PHP istiqamətində olmasın. Burada əsasən belə deyək də, biz Binance birjasına girəndən sonra bilgisayarımızdan burada biz görürük belə bir açılır bizdə bölmə, balansımızı göstərən bir bölmə var. Və var burada depozit düyməsi, trade düyməsi, convert düyməsi. Artıq bunlar haqqında danışmayacağım. Biz əsasən depozit və withdraw məsələləri maraqlandırır. Depozit düyməsini biz vurandan sonra təbii ki, burada PHP təklif eləyir bizə, AZN ilə almaq təklif eləyir, depozit AZN də təklif eləyir. Amma bizə əsas maraqlandıran depozit kripto ola bilər ki, kimsə sizə USDT göndərir, ya BTC göndərir, ya Ethereum göndərir. Yəni bu məsələlərə baxacağıq. Depozit kripto vururuq və mütləq şəkildə sizə kripto göndərən adamla razılaşdırılmalısınız ki, sizə o hansı blockchain-də nə göndərəcək. Məsələn, USDT ümumiyyətlə özü, Tether, yəni stablecoin özü bir neçə blockchain-də göndərilə bilər. Baxın, burada görürsünüz bir neçə blockchain-lər var. Binance Smart Chain var, Tron blockchain-i var, Matic var, Aptos var, Ethereum var, Arbitrum var. Ola bilər ki, siz sadəcə olaraq hansısa götürüb ən birinci adresinizi verə bilərsiniz və o adamın sizə göndərdiyi USDT tamamilə başqa bir blockchain-də olar və təbii ki, burada siz itkiyə yol verə bilərsiniz və geri qaytarmaq üçün də çox əlləşəcəksiniz. Ona görə də sizə USDT gəlməmişdən əvvəl USDT olsun, USDC olsun, ya Bitcoin olsun. Mütləq şəkildə qarşı tərəfdən dəqiqləşdirin. Söhbət hansı blockchain-dən gedir və o sizə hansı blockchain-də göndərəcək. Mən özüm məsəl üçün əksər hallarda ya Polygon POS, bax bunu gördüyünüz bu blockchain, ya da Binance Smart Chain blockchain istifadə edirəm. Məsəl üçün mən əgər USDT göndərəndə və yaxud stablecoin göndərəndə deyirəmsə, məsəl üçün mənə Polygon POS adresim var, o zaman sən Polygon POS adresini götürüb göndərə bilərsən ki, sənə məhz bu blockchain-də USDT göndərsinlər. Çünki baxın, fikir verirsəz, Tron USDT adresi ilə Polygon USDT və yaxud Solana USDT adresləri ümumən fərqli adreslərdir. Ona görə də buna diqqət yetirməlisiniz. Səhv adres verməlisiniz. Məsəl üçün EOS-da hətta diqqətinizə çatdırım ki, EOS kimi bir blockchain-də USDT depozit eləyəndə adresdən əlavə memo bölümü də var. Mütləq şəkildə bunu nəzərə alın. Siz tək adresi yazıb göndərsəz, sizin göndərdiyiniz vəsait Binance birjasının ümumi xəzinəsinə düşəcək. Və təbii ki, siz onun ümumi xəzinəyə düşdükdə Binance yoxlayır ki, görək bunun memosu nədir? Yəni ikinci bax gördüyünüz bu kod nədir? Bu kodu yazmışsınızsa artıq Binance bilir ki, bu məsəl üçün vəsait filan adama aiddir. Yox, bunu yazmamışsınızsa o vəsait orada sadəcə olaraq qalır və yiyəsiz qalır da belə bir növ və bilmir ki, bu kim göndərib bunu. Ona görə də memo bölümündə mütləq şəkildə memo istifadə eləyin. Çox adamlar buna fikir vermir, amma memonun yazmamağı sizə problem yarada bilər. Bu ədətən bizdə var EOS blockchain-də XRP coin-i məsəl üçün biz yatırım eləyiriksə, XRP göndəririksə, məsəl üçün bizə kimsə XRP göndərirsə, biz dəqiqləşdirməliyik ki, onun XRP-si hardadır. Yox, XRP-nin öz blockchain-indədirsə, təbii ki, XRP Ledger vururuq və yenə görürsünüzmü? Bizə verir adres və verir memo. Bax belə, yəni bəzi blockchainlər, blockchainin spam olmaması və təbii ki, cüzdanda müəyyən qədər balans saxlamasının aktiv görünməmədiyinə görə çox vaxt birjalar bir cüzdan açır və bu bir cüzdanı bir neçə nəfər arasında paylayır ki, yəni insanlar belə deyək bir cüzdana göndərsin, amma fərqli memolarla. Və memo yazdıqdan sonra da Binance birjası və digər bütün birjalar başa düşür ki, vəsait kim aldı. Binance Smart Chain seçsəz, ola bilər ki, kimsə BP20-yə çıxardıb öz XRP-sin və siz yenə də bu adresə göndərə bilərsiniz. Ona görə də coinləri göndərməmişdən qabaq mütləq şəkildə onun hansı blockchain-lə sizə gələcəyini mütləq şəkildə soruşun. Bitcoin-də məsəl üçün Segwit var, görürsünüz. Bitcoin var, Binance Smart Chain üzərindən Bitcoinlər var, Lightning Bitcoin var və hətta ERC20 Bitcoinlər də var. Bu adreslər biraz fərqlidir. Segwit adres görürsünüz, məndə hələ heç yaradılmayıb. Baxın, Segwit adreslər BC ilə başlayır. Əslində Bitcoin adreslər, yəni normal nativ Bitcoin adreslə Segwit adres vermək arasında heç bir fərq yoxdur. Segwit versəz daha yaxşı olar. Əgər söhbət Bitcoin blockchain-dən gedirsə. Digər hallarda əgər göndərən şəxs deyirsə Binance Smart Chain ver, sən ona Bitcoin adresi verməlisən. Binance Smart Chain verməlisən. Bax belə. Bu başa düşdükdə, yəqin ki, depozit məsələsini başa düşdünüz və müəyyən coinlər müəyyən vaxt ərzində depozit olur və siz hər dəfədə təbii ki, reset depozit bölümündə göstərmədə burada complete yazılıb hansısa bir depozit və burada əgər hansısa bir gözləyən coin varsa, hansının ki, yetərincə təsdiq olmayıb və burada sizə yazılacaqsa, məsələn, 100 USDT gözləmədədir. Gözləmədədirsə artıq o sizə gələcək deməkdir. Yəni onun gedən yeri yoxdur.
Ümid edirəm ki, depozitlə əlaqədar olaraq lazım olan məlumatı verdik və indi Wizdraw Crypto bölümünə gedirik. Mən özümdə burada Wizdraw bağlıdır. Mən əsasən ağ siyahılarıma vurmuşam. Yəni konkret olaraq bir neçə adres yapışdırmışam öz Binance-ıma ki, yəni bu adreslərdən kənara mənim Binance-ımdan nəsə çıxarmaq olmasın. Belə bir funksiyanı qoşmuşam. Çox yaxşı funksiyadır qoruma baxımından. Biz burada yenə də hansısa coin-in adını seçirik, USDT seçirik və görürsünüz, məndə artıq hazır adreslər var. Görürsünüz, whitelist yazılıb burada və mən artıq adreslərimi bura daxil eləmişəm. Belə olduğu halda siz artıq bura əlavə kimisə adresini yaza bilmirsiniz. Gərək hər dəfə onu whitelistə əlavə eləyəsiniz. Məndə whitelistdir. Çox yaxşı funksiyadır. Əgər sənin məsəl üçün stabil MetaMask-ın varsa və bilirsən ki, ancaq onu işlədirsən, bunu yaza bilərsən ki, sabahçı Binance hesabından kimsə kənar hesaba nəsə çıxarda bilməsin. Hətta özün də səhvən ola bilər ki, məsəl üçün baxın görsün, mən adresimi də daxil eləmişəm. Ola bilər hansısa phishing saytda və yaxud hansısa bir dənə virus düşə bilər kompüterimə və mən copy paste eləyib bura yapışdıranda adres dəyişsə, artıq çıxarış mümkün olmayacaq. Bu çünki whitelist qoşmuşam. İndi whitelisti söndürəcəm və videoya davam eləyəcəm ki, çünki sizin hər birinizdə bu whitelist qoşuq deyil. Amma qoşmaq məsləhət görərdim, əgər stabil adresləriniz varsa. Beləcə dostlar, whitelist söhbətini ləğv etdikdən sonra bizdə görürsünüz burada adres bölümü var. Məsəl üçün USDT çıxardırıq və qarşı tərəf bizə bir adres verir. Biz onu buraya yapışdırırıq. Məsələn, mən indi öz adresimin birini buraya yapışdıracağım. Və bunu yapışdırdıqdan sonra Select Network yazır. Yəni hansı blockchain üzərindən göndəriş baş verəcək, mən bunu seçməliyəm. Burada diqqət edin. Qarşı tərəfdən yenə də dəqiqləşdirin ki, siz ona USDT-ni göndərəndə onun verdiyi cüzdan və yaxud birja həmin blockchaini dəstəkləyirmi? Ona görə də dəqiqləşdirin ki, sənə mən USDT-ni hardan göndərim? Binance Smart Chain-lə, Polygon ağı ilə, ERC20 ilə, Arbitrum-la və yaxud digər burada görürsünüz bəziləri, baxın görürsünüz adres uyğun gəlmədiyinə görə 0x-lə başlayan adreslər EVM adreslərdir, yəni Ethereum virtual machine adreslərdir və uyğun gəlmədiyinə unmatched yazır, yəni uyğun gəlmir. Amma digər EVM blockchainlər görürsünüz uyğun gəlir və ona görə də mütləq şəkildə bilməlisiniz ki, qarşı tərəf hansı blockchain-dən istifadə eləyir. Və təbii ki, burada hər bir blockchain-in komissiyası da yazılır və təxmini çatma müddəti yazılır. Məsəl üçün, Binance Smart Chain-də təxmini çatma müddəti 1 dəqiqədir, fi 0 USDT-dir. Məsəl üçün, Arbitrum ağında təxmini çatma müddəti 1 dəqiqədir, amma fi 17 sent. Təbii ki, siz Binance Smart Chain istifadə edərək heç bir fisiz də USDT göndərə bilərsiniz. Digər tərəfdən var Bitcoin çıxarışı, Ethereum çıxarışı. Bunlarda da təbii ki, diqqət eləməz. Bitcoin üzərindən göstərəcəm ki, başa düşək məsələni. Adres sizə verildi. Adres sizə veriləndən sonra mütləq şəkildə dəqiqləşdirin ki, verdiyi adres nəyə aiddir? Binance Smart Chain-lə, Ethereum-la, Bitcoin adresidir. Yəni ola bilər sadəcə Bitcoin adresidir. Və Lightning Network da var təbii ki, burada Binance birjası artıq Lightning Network da dəstəkləyir. Bu daha dərin bir texnologiyadır. Hal-hazırda bunu çox adam istifadə eləmir, amma Lightning Network-da fiylər daha azdır. Görürsünüz, Bitcoin üzərindən 11 sent. Amma Bitcoin nativ Bitcoin, yəni hansısa bir sat wallet və yaxud hansısa bir cüzdana və yaxud hansısa bir digər birja çıxardısınızsa görürsünüz 4 dolar 29 sentdir. Bu halda da dəqiqləşdirin mütləq şəkildə qarşı tərəfdən ki, o hansı blockchain-dir. Yəni ola bilər ki, Bitcoin-dir, ola bilər Binance Smart Chain-dir və verdiyi adresə uyğun olaraq çıxarış eləyin. Və təbii ki, bu çıxarışda memosu olan coinlərdə də eyni adiyyatı var. Məsələn, biz çıxarış eləsək XRP-ni və seçsək ki, XRP-ni XRP Ledger, yəni XRP-ni öz ağına çıxardırıq. Görürsünüz, bizə deyir ki, mütləq şəkildə memo məsələsini dəqiqləşdir. Sizdə yəni, məsəl üçün, Exodus cüzdanıdsa, orada memo olmur. Sənin XRP adresində zaten memo olmur, memonu boşlaya bilərsən. Amma yox, sən hansısa başqa birjaya köçürmə eləyirsənsə, zaten o birja daha öncə, yəni necə Binance birjasında verir bizə, adresi verəcək sənə. Adresi yapışdırdın, memo yapışdırdın, ondan sonra düzgün çıxarış eləyirsən. Bax, belə dostlar, belə bir sadə bir şeydir buradan USDT çıxarmaq və daxilləmək, başqa bir yer keçmək və yaxud məsələlər. Çünki məsələlərlə əlaqədar suallar olurdu, ona görə də bu informativ videonu çəkdim. Mütləq şəkildə video xoşunuza gəldisə like eləyin, mütləq şəkildə öz kommentlərinizi, fikirlərinizi yazın. Fikirləriniz çox maraqlıdır mənə, yəni oxumaq maraqlıdır. Görək hansı istiqamətdə videoların olması sizə daha maraqlı gəlir. Başqa isə kanala abunə olmağı unutmayın. Gəlin görüşlərdə, sağ olun.